Nə qədər desək qızartma ziyandır, amma çoxumuz sevirik. Hələ bu keyifsiz ayağı toyuqdursa. File və but dibini uzun tikələrə ayırıram. Yumurtanı çırpıb südlə qarışdırıram. Ədviyyatlar, sarımsaq, duz, istiot, limon suyu, soya sosunu qatıb qarışdırıram. Bəli, hər şeyi qatıb qarışdırıram. Elə onda dadlı olur. Tikələri bu marinatda 2 saat saxlamağa çalışıram. Bir gecə gözlətsəz daha yaxşı nəticə almış olarsınız. Ona panko səpib əlavədə ədviyyat qatıram. İstifadə etdiklərimi dəqiqliklə videonun mətnində yazmışam. Birinci etapda tikələri yumurtalı qarışımdan çıxarıb yaxşıca una buluyuram. Əlimlə sıxıram ki, lap yaxşı canlı olsun. İkinci mərhələdə yenə eyni şeyi təkrar edirəm. Yumurtalı məhlula və una batırıram və salam qızartmaya hazırdır. Qızaran kimi artıq yağını çəksin deyə Aura kağız dəsmalını əvvəlcədən qaba sərirəm. İsti-isti kağız dəsmalın üzərinə yığıram. Qızartma da olsa çalışıram, uşaqlar bunu tək yeməsin. Tortilla arasında belə bükmələr edirəm ki, ən azından yanında tərəvəz də olsa yesinlər. Bəs siz necə? Uşaqlarınızın şorba, tərəvəz, qızartma, meyvə, yeməklərini necə balansda saxlayırsınız? Yoxsa ziyan da olsa nə istədilər onu bişirirsiniz?